Sabahları atam öz atası üçün Quran açdı eləyəcək. Ona görə də biz bugündən başlamışıq. Hazırlıqlarına görə evimizə qonaqlar gələcək. Ona görə də biz belə evləri əvvəldən təmizləməliyik. Ona görə də səhər bugün yuxudan dururam. İlk işim evləri təmizləmək olur. Çünki bugünə işim çoxdur və evləri təmizləyəndə gördüm ki, divanın üzərinə ləkə düşüb. Dedim papaya ki, sabahları evə qonaqlar gələcək. Bu divan bu vəziyyətdə olmamalıdır. Gələndə özü ilə birlikdə hazır divanı təmizləmək üçün sən demə siyəzəndə yeni yer açılıb ki, divanların, kresloların, pərdələrin, xalçaların, hətta aboylarda olan ləkələri dərindən təmizləyir və yaz qabağı divanımızın təmizliyi həqiqətən yerinə düşdü. Heç bir zərər dəymədən tərtəmiz, hətta o ləkə getmirdi. Biz dəfələrlə təmizləməyə çalışsaq da sağ olsun tərtəmiz divanı təmizlədi. Özünüzdə aradakı fərqi görə bilirsiniz. Yaz qabağı mütləq bunu etməliyik. İndi sizə oradan çıxan kir də göstərəcəm. Görərsiniz ki, həqiqətən də divanlarda, kreslolarda biz görməsək də nə qədər çirk olur. Görürsünüz kirli suyu da. Biz sabahları əgər Quran tapşırdı eləyiriksə, biz ilk iş olaraq bazarlıq eləməliyik. Hər zamanki kimi seçimimiz yeri Nihat Marketdən oldu. Çünki burada çoxlu endirimlər var. Əlavə olaraq da ki, bütün məhsullar münasib qiymətdədirsə, mələyin qonaqlığı içində yayda mən bütün alış-verişimi burada eləmişdim və qızlar, tortlarda istifadə elədiyim yağ budur. Hər zaman soruşursunuz məndən ki, siz tortlarda hansı yağdan istifadə edirsiniz? Bu marketdə qiyməti 14 manat idi. Ümumiyyətlə mən qiymətlərə belə baxdım. Şəhərdə ən çox aldığım şeylər mənim belə abur-cubur olur. Doğrudan nə qədər alanda fərq var. Çox zaman mən elə rayona gələndə buradan alış-veriş edib gedirəm Bakıya. Çünki daha sərfəli olur. Yenə də sabahlar rayona şəhərə gedəndə buradan alış-veriş edib gedəcəm. Bu alış-verişin 90%-i mələyin istəyi üzərində olduğuna görə biz də qərara gəldik ki, bütün mələk alınan məhsulların qiymətlərini ödəsin. Dediyim elə zəhmət olmasa bir sunkova əlat, o boyda sunka gəzdirirsən, onun ödənişində təbii ki, bu zarafat idi. Bu arada qızlar, divanı təmizləməli anamın xəbəri yox idi. Mamiyə sürpriz elədi. Gəldi, gördü işdən ki, aman Allah, bu nə gözəl olub. Divanı mamanın olmuşu çiçək kimi sevinirdi. Bayram qabağı ona bir qəşəng hədiyyə elədi, papa ilə bərabər. Nəysə ki, artıq başlayırıq kuxnadakı işləri görməyə. Qızlar, şor qoğal bişirəcəm. Şor nə idi? Şor qoğal bişirəcəm. Daha doğrusu mamagil bişirir. Ay Allah, özümü nə təşşirdirəm. Nəysə, şor qoğal bişiririk, tort bişiririk. Tortun Napoleon tortumuz. Yenə də həmin yağdan istifadə edirik. Və burada da göstərirəm sizə. Bu arada canlı açmışdım. Canlı yayımda olan qızlarım da bir yoruma belə qəşəng ürək sözlərinizi yazarsınız. Nəysə, şoraları yumurtalayıram üzərini. Bu işləri elə bilməyin ki, mən belə burada eləmək göstərim. Mən həqiqətən edirəm. Və tortumuzu da kremləyirəm. Şoramız da hazırdır. Qonaqlığın, daha doğrusu Urucaşdının sabahları ikinci bölümünə baxarsınız.